Hər bir kəsin mənim boynum üzərimdə haqqı var mı, yox? Hər kəsin mənə borcu var mı, yoxsa yoxdur mu? Hər kəsin qazancının yarısı mənim deyil, hamısı mənimdir. Sadəcə yarısını alıb Allah verəcək mənə hər kəsdən. Vermək istəməyən başına döyə. Yerdə qalan yarısını da o da mənimdir. Sadəcə bu dünyada mən görmək istədiyim şəraiti qurmaq üçün sizin özünüzü xaçladacaq Allah Teala onu. Mən işləməyim deyə. Sadəcə bir kəlmə göstərişimlə, bir kəlmə sözümlə mənim bu sizdə qalan var dövlətimin qalanını mən görmək istədiyim həyata çevirir. Allah Teala cənnəti burada siz öz əlinizlə qurduracaq. Yəni bu söhbətim də yerdə qalan bəzilərinə dərs olsun ki, mənim birinci videomun altında söyüş yazan, ağlına gələnləri yazanlar bilsinlər ki, bu vaxta qədər topladığınız günahların üstünə 5 qat da qoyub Allah'a hesab verirsiniz. Mənim ünvanıma bir kəlmə xoşa gəlməz söz dediyinizə görə.